Salam dəyərli müəllimlərimiz. Deməli bildiyiniz kimi Azərbaycan dili xarici dil kimi öyrədilməkdə bizim çox ciddi problemlərimiz var. Ümumiyyətlə bu mövzuda bizim indiyə qədərki ali məktəblərimizdə hər hansı bir fakültə, hər hansı bir ixtisaslaşma, hər hansı bir fənn olaraq, xüsusi olaraq keçirilmir. Sadəcə ölkəmizə gələn xarici tələbələrə və yaxud da ölkəmizdə yaşayan miqrantlara və yaxud Azərbaycanlıq üçün, Azərbaycan vətəndaşlığı almaq üçün şəxslərə müəyyən tələblər qoyulur. Amma bununla bağlı vəsait qıtlığı var, çox ciddi şəkildə boşluq var. Mən müəllifim olduğum bu möhtəşəm kitabı sizə təqdim eləmək istəyirəm. Həm bilginiz olsun, həm bu sahədə işlərin çox görülməli olduğu haqqında düşüncəm var. Bu gördüyünüz kitab Azərbaycan dili öyrənirəm. 4 dildədir. Azərbaycan, rus, ingilis və fransız dillərində yazılıb. Yəni necə yazılıb? Kitabı açıb oxumaq istəyən hər bir şəxs, mən biraz yaxına gətirməyə çalışacağam. Gördüyünüz kimi burada kitabın Azərbaycan dilindəki ilk mətnləri və hərfdən başlayır, yəni ibtidasından başlayır. Amma bir prosesdən sonra kitab artıq 4 dildə izah olunur. Qrammatikamız 4 dildə verilib, çünki rus dilli, ingilis dilli və yaxud da fransız dilli şəxs bunu oxuya bilər. Həmçinin lüğətlərimiz istifadə olunan hər səhifədə, hər dərsin istifadə olunan lüğətləri bu prosesdə burada yəni ayrı-ayrı dillərdə verilibdir. Kitab Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyən şəxslər üçün dərs vəsaitidir və bunu ali məktəblər, həmçinin ümumiyyətlə Azərbaycan dilini öyrənmək istəyən şəxslər həm öz başına, həm də müəllimi ilə birlikdə öyrənə bilər. Bu yaxınlarda bir yaxşı xəbər eşitdim ki, Özbəkistanda hansısa bir universitetdə Azərbaycan dili keçiriləcək. Bu Çində var, Almaniyada var, dünya müxtəlif ölkələrində Azərbaycan dili bir fənn olaraq, bir belə deyə bəzən fakültə və ixtisas olaraq keçirilir. Amma bizim ölkə olaraq bununla bağlı görülməli çox işlərimiz var. Şad xəbərlərdən biri də odur ki, təhsil proqramlarının yenidən işlənməsi ərəfəsində İxtisaslaşma Təhsil Nazirliyinin verdiyi son komissiyaların yaradılmış verdiyi qərara əsasən Azərbaycan dili xarici dil kimi magistraturada bir ixtisaslaşma olacaq. Bu ixtisaslaşma bizə imkan verəcək ki, gələcəkdə Azərbaycan dili öyrənmək istəyən şəxslərə bu mütəxəssislər dərs keçə bilir və yaxud da o mütəxəssisləri yetişdirə biləcəklər. Bu cür halların olması üçün və biz bu cür kitabların yazılması baxımından dediyim kimi çox yerdə qalmışıq, görülməli çox işimiz var. Dünya müxtəlif ölkələrində Azərbaycan artıq bir güclü dövlət kimi qəbul olunub və hətta bu dili öyrənmək istəyən xeyli vətəndaş var, amma onların əlində belə bir vəsait yoxdur. Bu baxımdan mən sizə bu vəsaiti həm ali məktəb müəllimlərimizə, həm ümumiyyətlə xaricdə yaşayan Azərbaycanlılarımız var ki, Azərbaycan dilini unudublar və yaxud da onlar istəyirlər ki, övladları Azərbaycan dilini öyrənsin. Ona görə bu kitabdan istifadə edə bilirlər. Kitab artıq 2012-ci ildən nəşr olunur, 5-ci nəşrdir və hər ildə təkmilləşərək oxuculara təhvil verilmiş olur. Ona görə gəlin Azərbaycanımızı sevək, Azərbaycan dilimizi öyrədək, Azərbaycanımızı dünyaya çıxardaq və bu cür kitablar, dinləmə mətnləri, portalların yaradılmasına ehtiyacımız var. Hər kəs öz imkanları daxilində bunu eləyə bilərsə, nə mutlu bizə. Təşəkkürlər.